Həmidin xəbər çıxanda ayın 19 sentyabr mən həmin gün o qədər dua eləmişdim Allaha. Rəsmən qapıda dizimi atdım yerə, o qədər yalvardım Allaha, o qədər yalvardım. Ciğerimin səsimi eşitmədi, qurban olduğum. Uşaqlara da dedim ki, doğulu yalvarın. Mən Həmidə yemək pişirirdim. Normalda başa düşürsünüz, insanlar deyər ki, müharibədə, amma mən o qədər inanmıram. İnsan sevdiyinə, insan əzzinə yaxın qoymur bu fikirləri. Mən yemək pişirirəm, süfrə hazırlayıram, Həmidə gözləyirəm. Sonra gəldilər, dedilər ki, Həmid yaralıdır. Yenə də yaralı gözlədim. Ondan sonra ambulans gəldi. Ondan sonra neyləmişəm bilmirəm. Amma səhərə kimi tabutu qucaqladığım yadımdadır. Yalvardığım da yadımdadır. Dedim dur o yan. Belki dedim eşitər. Gah da dedim belki Həmid deyil bunun içində. Sonra səhər açıldı. El ürəkliydim ki yenə də. Qapıdan çıxdı, ora getdim. Həmidin ora kimi getdim. Amma evə tək gəldim mən. O gün bitdi də mənim üçün hər şey. Keş evə tək gəlməzdim. Açdılar orada üzünü gördüm. Ağa bax, elə qəşəng saçı səlqəli, üzü səlqəli, gülürdü. Elə bildim ki duracaq, neysə deyəcəyəm. Elə bir şey idi. Saniyələr içində gördüm. Sonra yenə üzüm bağladılar. Oradan sonrası yeni yadımda deyil.